Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size hem evin hem de torpağın kupçası olan belə bir gözəl həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona kadar izleyin. Bütün məlumatlar videomuzun daxilində qeyd olunur. Evin yerleşme yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Yoldan 100-150 metr məsafədədir. 2 sot torpaq sahəsində demək olar ki, 2 mərtəbə kimi də qeyd edə bilərik. Çünki evin 1-ci mərtəbəsində əlavə 3 dənə köməkçi otağı var. 2 sotun içində 2 mərtəbə 6 otaqdan ibarətdir. Evimizin alt hissəsi qaraj kimi saxlanılıb. Həyətinə və qaraj hissəsinə bir neçə maşın çox rahat şəkildə daxil ola bilər. Həyətdə belə bir gözəl besetkası. Evin heç bir zabora bitişi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Və onu da qeyd edim ki, bir məhəllədə 3 dənə yanbayan həyət evləridir. Hər birinin ayrı-ayrılıqda videosunu çəkilişin edib səhifəmdə paylaşım edəcəm. İndi isə daxil olaq evin içinə. Dəyərli izləyicilərim, evin qiyməti 115 min manatdan satışa çıxıb. Real alıcılarımız olarsa qiymətdə endirim olunacaq ev sahibi tərəfindən. Evin hər bir tərəfi yaşayış olan yerdir. Çox hündür və quru yerdə yerləşir. Bura evimizin dəhliz hissəsi. Dəhlizə daxil olduqda sağda gəlir evin mətbəxi. Evin 100-150 metr məsafəliyindən 217 nömrəli marşrut keçir. Birbaşa Koroğlu metrosuna gedən marşrut xəttidir. Evin altı beton, üstü kəmər, dörd bir tərəfdən qoşadaşından tikilib. Kombi sistemi də çəkilib. Evin tikintisi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Yeni təmirdən çıxıb evdə yaşayış olmayıb. Birinci mərtəbədə 3 otaq, ikinci mərtəbədə 3 dənə tam təmirli otağı var. Həyətdə də evin içində də əlavə sanitar qovşağı. Bu da ən sonuncu yataq otağı. Bir daha qeyd edirəm, Məhəmmədlidə yoldan 150 metr məsafədə 2 sotda 2 mərtəbə 6 otaq, 200 kvadratda evin ümumi sahəsi. Sənədi həm evin həm torpağın kupçası. Qiyməti 115 min manat. Real alıcılarımıza təbii ki, endirim olunacaq. Əlavə məlumat almaq üçün buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm.